Yenə də mən gəldim. Fidan Türksay. Uşaqlar, öncəki 2 videoya baxmamısansa, mütləq keçid et bax. Çünki onlara baxmasan, bu videoya baxman sənə heç bir xeyri dəyməyəcək. Niyə belə deyirəm? Çünki k, u, ot qoşmaları üstəgəl canlılar. Nə demək istəyirəm? Öncəki 2 videoda k və u qoşmasını izah elədim. Qaldı ot qoşması. Atkuda sualına cavab verəndə hardan gəldiyini göstərmək istəyirsənsə, ot qoşmasından istifadə edəcəksən. Və şəkilçi qidyə sualındakı kimi olacaq. Həmən o qidyə sualında olan şəkilçi necə idi? Öncəki videoya bax, özün görəcəksən. Gəl nümunə gətirək. Mən qardaşımgildən gəlirəm. Ya idu от брата. Sən bacıngildən gəlirsən. Ты идешь от сестры. Biz nənəmizgildən gəlirik. Мы от бабушки. Biz babamızgildən gəlirik. Мы от дедушки. Onlar əmisi ya da dayısıgildən gəlirlər. Они идут от дяди. Super. Əgər sən 2 aya 40 danışıq dərsi keçərək qrammatikasız, ev tapşırıqsız dərsdə nəsə yazmaq xeyr, heç bir lazım deyil. Sadəcə danışaraq. Rus dilində rahat danışmaq istəyirsənmi? Əminəm ki, istəyirsən. Yəni, o bariyeri keç və özünə sübut elə ki, başqaları bacarırsa, sən də onlardan heç də geri qalmırsan. Aşağıdakı məlumatı diqqətlə sona kimi dinlə və indidən yazıl. İndidən yazılsan, yanvar artıq Rus dilində danışırsa, bəlkə də illərləndir, bugün sabah eləmişsən, artıq başda. Başda. Əgər canlı yayımlarımı görmək istəyirsən, dərslər necə keçilir, həqiqətən nəticə var, yoxsa müəllim yalandan özünü tərifləmək deyirsənsə, bilirəm ki, çoxunuz elə deyirsiniz. Onda aşağıdakı səhifəyə keçid edin və hər gün canlı yayımlarıma gəl və özün sübutunu gör yenə. Səhifəmə də abunə ol, videonu da like elə ki, belə bir faydalı videolar hər zaman, hətta deyərdim hər gün sənin qarşına çıxsın. Minnətdaram.